Bu SSR dağılanda deməli, mən, başladım müstəqil bir, öyrənməyə, iş aparmağa, öz o yaradıcılıq, fəaliyyətimlə, deməli, həm Avropada, Rusiyada oldum. Yəni 95-ci ildən demək olar ki, mən bu Avropanı da yaxşı, deməli, öyrəndim. Avropa nədir, kimdir? Bunların dediyi, istədiyi nədir? Millətlərə qarşı. Yəni belə gətirib meymun kimi bir dənə güzgüdən atsın, sevindirsin, papaz kimi. Onlar gedirmişlər Avstraliyada, o başqa ölkələrdə, Asiyada. Deməli, bir dənə darağa bir dənə şəhər almışlar. Darağı vermişlər, aldadırmışlar. Güzgünü verib aldadırmışlar, almışlar. Bax bu millətlərdirlər. Və bunlar gəldilər, onların var-dövlətinə qalxdılar. Özlərini göstərdilər ki, biz başladılar hamını aldatmağa Avropalılar. Və bu ərəbləri də mən öyrəndim ki, bu ərəb, yəni onlarla işlədim, gördüm ki, bunlar doğrudan da vəhşilər. Sən demə müsəlman deyilmişlər. Amma bunlar müsəlman deyirlər. Müsəlmanın da mənasını hələ heç kəs açıqlamayıb. İndi sonra açıqlayacağam nədir. Hə. Bax bu ərəbləri tanıyandan sonra bunu gördüm ki, yox qardaş, ən yaxşı türklər imiş. Bu sadəcə türkləri pozdular, türk getdi. Mən Avropa deyəndə Türkiyə ki, biz Avropanı istəyirik, Avropaya daxil olmaq istəyirik. Mən elə bir ki, qaynar suyu tökürdülər başıma. O deməlidir, Türkiyəyə daxil olaq, Türkiyə ilə oturub duraq, Türkiyədən öyrənək, Türkdən götürək. Türk bizim eramızdan əvvəl onların o bilmirəm tarixini bilirlər, bilmirlər. Ümumiyyətlə yəni siliblər. Hə. Elə bizi ərəblə bağlayıblar, müsəlman və salam ərəb. Ərəb hansı ki gəlib də tutub arvadlarını aparıb türkü zorlayır. Sonra geri ondan dostluq edir. Müsəlmandır, müsəlmandır. Meymun kimi də. Müsəlman bir kərə, İslam nə deməkdir? Bir onu öyrənginən. Gedib nəysə bax belə. Mən Avropalılarda onda bildim ki, Avropalılar dünyanın ən oğru, alçaq, o elita ölkələr var ha indiki Avstriyadır, Şveysariyadır, belə oturublar. Kanadada yaşayırlar. Bütün bunlar bizim kimin deməli, bizim kimin o inanan sadə millətlər olublar da. Yəni gəlmişlər, aldadırmışlar, inanırmışlar. Hamısı elən ki, baş kəsiblər, aparmışlar. Ərəblər necə başımıza o dini yeridən də aparıb arvadlarını zorlayırlar, sonra deyirlər ki, Babək düşmandır. Babəkin abidəsi olsaydı, indi nə fars, nə ərəb gəlib meymunçuluq edərdi. Ona görə də mənim şübhəm yoxdur ki, haçansa ermənilər 10 ildən sonra işte, bu dostluq ki olacaq, bilirəm ya, siz əl çəkməyəsiniz onlardan. Onlar gəlib 10 ildən sonra o ərəbin hərəkətini edəcək. Şəhidlərin qəbrinin üstündə meymunçuluq edəcək. Bax, həmin bu ermənilər ha, ki, ermənilərə deyirsiniz ki, barışaq, ölürlər ha, barışaq. O deyir, yox. Bir dəfə erməni deyib sizə üzr istəyirik. Bütün dünyada, BMT-dən, Avropa Şurasından deyiblər, bağışlasınlar Azərbaycan Türk xalqı, Turan bağışlasın, başı dünya bağışlasın, biz nə qələt eləmişik. Deyiblər. O yalnız yaşayır bir şeylə, haçansa öldürsün, barışıb və öldürmək istəyəcək. Bax, bu qədər. Yəni, ona görə də bunu bilsinlər. Avropa nədir, ərəb nədir? Yəni, bunu öyrənmək lazımdır. 30 il kabab yeməklə deyil. Gedib ərəb ölkəsində işləyib 20 ildə ərəb ölkəsində işləyib, gəlib 20 ildə mən yaşa bilirəm. Bilmir kimdir ərəb. 20 ildə 30 Avropada yaşayır, bir Avropalı kimdir, nə kimdir. Hələ görür ki, orada 5.000 maaş alır, 10.000 maaş verirlər, nə orada azadlıq belə. Onlar özləri üçün, bəli, sənin üçün yox. Onlar bizim üçün düşmançılıq yapar. Onlar istəyir bizi məhv eləsin. Siz başa düşməyəsiniz. Başa düşməyəsən, ona görə gelirsən meymun kimi baxırsan, nə yaxşı yaşayır. Mən də meymun idim. Mən də geldim, orada Avropa dedim, nə yaxşı da, gör nə gözəl yaşayırlar. İş var, güc var, pul var, hər şey. Ancaq sən demə, bunlar hamısının fikri bizi məhv eləmək idi. Bax, bu qədər.